Ermənilər üçün bunlar daş qalaqlarıdır, bizim üçünsə insanlarımızın əziyyəti və xatirələrinin darmadağın edilmiş izləri. ...44 günlük Vətən müharibəsindəki parlaq qələbədən sonra bəzi mərkəzlər, o cümlədən erməni mediası tərəfindən bu cür mülahizələr dövriyyəyə buraxılırdı ki, Azərbaycan dövləti bu qədər ərazini bərpa eləyə bilməyəcək və keçmiş köçkünlər o yerlərə qayıtmağa maraq göstərməyəcəklər. Zaman göstərdi ki, hər iki interpretasiya ciddi məntiqə söykənmirdi. Azərbaycan dövlətinin böyük qayıdış proqramı əvvəldən hazır idi, işlərə başlamaq üçünsə həm siyasi iradə, həm əzm, həm də dövlətin gücü var idi. Keçmiş məcburi köçkünlər isə öz doğma yurd yuvalarına qayıtmaq üçün tələsirdilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Arzu eləmişəm ki, öz torpağımıza qədəm qoyum. Aşağı İməzdiyən kəndə qədər qaçmağı mənə nəsib eləsin. Mən Ağalı kəndindəydim, məktəbə getmişdim, məktəbdə 70 uşaq oxuyur. Yəni o uşaqların heç biri buranı görməyib. Hətta onların valideynləri də bir çoxları işğal dövründən doğulub, bir çoxları işğal baş verəndə özləri uşağı idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, vətən çəkir və hamımız qayıdacaq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaq. Və biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq. Artıq Qarabağ və Şərqi Zəngəzurda 30-a yaxın yaşayış məntəqəsinə böyük qayıdış reallaşıb. Bu yerlərə Prezident İlham Əliyevin təbirincə desək, insanların gülüşü, uşaqların təbəssümü qayıdır. Qələbənin 5-ci ilinə həsr olunmuş hərbi paradda müzəffər komandanın bərpa, quruculuq və böyük qayıdışa xüsusi yer ayırması isə həm də Azərbaycan dövlətinin bundan sonraki gündəliyini ifadə edirdi. Bugün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bugün böyük qayıdış proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Biz bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaqdır. Ümumilikdə bu vaxtadək 6 şəhər, 2 qəsəbə və 22 kənd köç kərvanlarını qarşılayıb və bu proses ardıcıl şəkildə davam edir. Böyük qayıdışın birinci mərhələsi başa çatana qədər isə Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34.500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək. 2025-ci ilin geridə qalan dövrüdə bir neçə yaşayış məntəqəsinə böyük qayıdışla əlamətdar oldu. Xoş gördük. Sağ olun. Cənab Prezidenti qarşılamağa hazırlaşırsınız evinizdə. Çox gözəl gündür. Allah Prezidentimizin canı sağ eləsin. Bugünkü günü bizə yaşatdı. Bir Xocalı rayonunun sakini olaraq
Ballıca kendine bizim prezident hoş geldin. Sana prezident hoş geldin. Sağ ol, hoş geldin. Sağ ol. Sağ olun. Kocarı Reyhan'ın Ballıca kendine hoş geldiniz. Sağ ol. Allah sizi korusun. Çünkü bu günü bize yaşattınız. 30 yıllık hasretimize son verdiniz. Sağ ol canım. Evet. Sana prezident hoş geldin. Hoş gördük. Sana prezident hoş geldin. Sana gelmeye gelsin. Sağ olun. Necə yaşayırsınız burada? Yaxşı. Yaxşı, salam. Sağ ol. Xoş gördük. Gözünüz aydın. Cənab prezident indicə sizin mənzilə qonaq gələcək. Bu günümüzə şükür, Allah prezidentimizə dəyməsin ki, bizi bu torpağa qovuşturdu. Allah canı sağ olsun. Biz indi Qarabağa doğru çox rahat hərəkət edirik. Bu birincisi hərbi, siyasi və təhlükəsizlik amilləri, ikincisi isə bölgənin infrastrukturu ilə bağlı məsələdir. Vətən müharibəsindən dərhal sonra bölgənin bərpasına yolların bərpası ilə başlanıldı. Səbəb aydın idi. Bu bölgənin sürətli bərpası və hərbi təhlükəsizliyin təmin olunması üçün zəruri idi. Traktorlarımız da gelir yer belirlemeye. Ahmet abi, bu yollar müharibədən sonra bərpa olundu, hamısı. Bəli. Bu müharibədən sonra Bakıdan Ağdərəyə 7-8 saati gedirdiksə, indi bu yolla çox rahat yoldur. Bu yolla 4 saate Bakıdan Ağdərəyə gəlmək olur. Böyük qayıdışın növbəti məntəqəsinə, Ağdərə rayonunun Həsənrez kəndinə çatırıq. Kənddə 188 fərdi yaşayış evinin təmiri nəzərdə tutulur. Sakinlərdən birinin mənzilində, həyətindəyik. Təbrik edirik sizi. Gözünüz aydın olsun. Evlənsiniz. Siz də geridə xoş qayıtmışsınız. Sağ olun, sağ olun. Necə istərdin? Xoş istərdim. Gözəl istərdiniz. Lap yaxşı. Allah prezidentimizin canını sağ eləsin. Çox sağ olsun. Bizi gözəl evlə təmin edibdi. Hər bir şərait yaradıbdı. Şükür Allah'a. Təbrik edirik. Gözünüz aydın. Kəndiniz xoşunuza gəlir? Bəli. Çox xoş təəssüratlar keçiririk. Uşaqlarımızla hamısı görüşəcək yanımıza. Bayramı burada keçirmək bizim üçün çox xoşdur.
Vətən müharibəsindən sonra bayram tonqallarımız artıq 5-ci ildir ki, Qarabağda çatdıq. Bu həm də qələbə və qayıdış tonqallarıdır. Qədim yaşayış məskəni olan Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1943-cü ildə isə kəndə şəhər tipli qəsəbə statusu verilib. Dəvət olunur Almasov Elçin. Qarabağda bayram ovqatı davam eləyir. Novruzun ilk günlərində Ağdərənin Həsənriz və Suqovuşan kəndinin sakinləri öz doğma yurd yuvalarına qayıtdılar. Bugün isə növbə Ağdamın Sarıcalı kəndinindir. Klassik tərzdə ifadə etsək, Sarıcalı kəndi tikinti meydançasını xatırladır. Kəndin bütün istiqamətlərində hər addımda demək olar ki, iş gedir. Bizim pişiklərdir. Sarıcalı kənd bazarı. Kənd bazarı göründüyü kimi əsas magistral yollarından birinin kənarında yerləşir və bu isə o deməkdir ki, bazar təkcə Sarıcalı kəndinin sakinlərinə yox, həm də bu yoldan istifadə edən çox sayda turistə xidmət eləyəcək. Bu isə təbii ki, satıcılar üçün, ticarətçilər üçün daha çox sayda alıcı deməkdir. Ümumiyyətlə, Ağdam hələ köhnələrdən bölgənin əsas ticarət mərkəzlərindən biri olub. Bölgənin ən azı yaxın rayonların sakinləri alış-veriş üçün Ağdama üst tutublar. İndi Sarıcalı kənd bazarının da bu magistral yolunun kənarında yerləşməsi ona əlavə imkanlar açacaq. Necə deyərlər, bazar olsun. Hazırsınız? Bəli. Cənab Prezident, hörmətli Bakan, Sarıcalı kəndinə xoş gəlmişsiniz. Prezident İlham Əliyev kəndlə tanışdıqdan sonra məhz burada kənd sakinləri ilə görüşəcək və onlara mənzillərinin açarlarını təqdim edəcək. Ağdam 2025, Qarabağ, Azərbaycandır. Açarlar və burada mənzil alacaq sakinlərin adları, soyadları və siyasi buradadır. Təbrik edirik. Gözünüz aydın. Xoş gəlmisiniz, xoş qayıtdınız. Allah razı olsun. Cənab Prezident çatmağına artıq 1-2 dəqiqə. Allah Cənab Prezidentimizin canını sağ eləsin ki, bizim bugünkü gün, bu müqəddəs Ramazan ayında bizə belə bir günü bəxş elədi, belə bir evləri verdi. Hal-hazırda bizim durduğumuz bu yer olub vaxtilə bağ, meşə.
Amma bu gün burada gözəl məktəb, gözəl evlər olar. Benim işğal dövründə geçmiş köçkünlərlə çox sayılı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və sizi bir öz doğma torpağınıza qaytaracaq. Bugün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Böyük Qaydışın növbəti məntəqəsi Ağdamın Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən kənd 2544 nəfər üçün planlaşdırılıb. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulur. Kəngərliyə xoş gəldiniz. Bugünün qəhrəmanı. Sağ Siz olun, xoş gəlmisiniz. Sizi təbrik edirəm. Kəngərliyə həyat qayıdır. Kəngərli sakinləri artıq qayıdır. Böyük xoşbəxtlikdir. Biz 300 minə yaxın o vaxtki köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu müvəqqəti yaşayış yerinizdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait Qarabağda yaradacağıq. Bugünün mərasimi, o sözlərin, necə deyərlər, möhürüdür. Açarların təqdim edilmə mərasiminə başlayırıq. Balakişiyev Həsən Əsədoğlu. Laçın rayonunun Bəylik kəndinin sakinləri də öz evlərinə qayıdırlar. Mənim üçün bugün böyük bir sevinçli, hər tərəfli sevinçli. Çünki bugün 27-28 may üzr istəyirəm bizim ailə həyatımızın 30 illiyidir, tamam olur. Bu il, bəli, bu il mənim 50 illik yubileyimdir. Sevincə qarşı o yubileydə, o evlilik ildönümüzdə bu ev hədiyyədir bizim üçün. Laçın şəhəri, Sus və Zabuq kəndləri, bugün isə Bəylik kəndi. Böyük Qaydışın növbəti məntəqəsi ev sahiblərini qarşılayır. Prezident İlham Əliyevin iştirakı ilə. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcburdur. Baxmayaraq ki, hələ həm 2-ci Qarabağ müharibəsi zamanı və müharibədən sonra 23-cü ilin sentyabr ayına qədər müxtəlif xarici idarələrdən müxtəlif məkirli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki bax dediyiniz kimi dəmir yumruq var.
Ağdamın Xıdırlı kəndinə ilk köç isə Azərbaycan və Qırğızistan prezidentlərinin birgə iştirakı ilə gerçəkləşir. Azərbaycan və Qırğızistan prezidentləri kəndin açılışında bir neçə mənzilə də baxış keçirəcəklər. Məsələn, gəlin biz onlardan birində yaradılmış şəraitə baxaq. 1, 2, 3, 4, 5 otaqlı mənzil. Məktəb də uzaqda deyil. Qırğızistan hökumətinin Azərbaycan xalqına hədiyyə olaraq inşa etdiyi Aygül Manas adına Xıdırlı kənd tam orta məktəbi. Enerjiyə də qənaət edək. Məktəbin açılış mərasimində məktəbin həyətində qurulmuş yurta dövlət başçıları baxış keçirdilər. Yalnız çöldən baxmaqla kifayətlənmədilər. Liderlər bu çadırın içərisinə də daxil oldular. İndi isə tarixi an gerçəkləşir. Xıdırlı kənd orta məktəbi istifadəyə verilir. Bugün bizim üçün möcüzəli bir gündür. Bugün Xıdırlı kəndi yenidən qurulub. Mənfur düşmənlərimizin yer üzündən silməyə çalışdığı bu kənd çox müasir şəkildə, çox gözəl şəkildə yenidən qurulub. Hər şey çox gözəldir. Böyük Qaydışın 16-cı məntəqəsi Ağdamın Xıdırlı kəndi. Ev sahiblərinə mənzillərinin açarlarını Azərbaycan və Qırğızistan prezidentləri birgə təqdim edəcəklər. Səmədova Xoşgördən Xəlil. Allah verdiyi Sual Elmanov. Az sonra Prezident İlham Əliyev Xocalı rayonu Təzəbinə kəndində görülmüş işlərlə tanış olacaq. Artıq 25 ailə evlərinə qayıdıb. İlin sonuna qədər daha 197 mənzil, növbəti il isə 157 mənzil tamamilə hazır olacaq. Kəndə qayıtmış sakinlərdən birinin mənzili hazırdır. Salam aleyküm. Qonaq qəbul edirsiniz. Geçmişdə 1992-ci ildə
yaralanmışam. Özüm də 92-ci ildə böyük, necə deyirlər, bir qan içində çıxmış şirkətdən. Bu günləri bura gəlməmiz üçün çox qürur keçiririk, çox məmnun olduq. Vətənimizə qayıdırıq. Nə xoşunuza gəldi kənddə? Hər şey yaxşıdır. Hörmətli prezident, çox xoş gəlmişsiniz. Sabah gətirsiniz. Siz də. Allah sizə dəyməsin. Gedə bilərsiniz. Gedə qapaq. Sağ olun. Sen hoş gelmişsiniz. Sağ olun. Siz də xoş gəldiniz. Çox sağ olun. Doğma vətəninizə. Şərait yaxşıdır. Hamı səhratı, o mənim 3 nəvəmdir, bir də qızımdır. Yoldaşım rəvizə getdi. Sən prezident bu işğal dövründə harada yaşamısın? Başlasın bilərikdə. Şuşar qəsəbəsində. Şuşar qəsəbəsi. Sanatoriya. Orada da şərait yox. Şəkili. Sizin həmişə Neçə il orada yəni? 30 il. 92'den. İndi də doğma Qarabağ torpağında gözəl evlərə. Yəni bundan sonra rahat inşallah yaşayacaqsınız. Sağ olun. Sizin sayenizde. Siz de hoş geldiniz. Sizin sayenizde bizim için şərər. Allah sizləri var edəsin. Sağ olun. Allah size ömür işte. Sağ olun. Çok sağ olun. Necə yerləşdik? Çok güzel, çok güzel. Sizin sayenizde çok güzel. Sən doğma Qarabağ torpağında. Böyle işler yok. Allah size ömür versin. Sağ olun. Sağ olun. Allah size. Hoş bak yaşayın burada. Sağ olun, sağ olun. Siz buna layıksınız. Uzun iller ağır şərbətte yaşamışsınız. Harada yaşamışsınız? Sizin ömrünüz uzun olsun. Her olmuş. Tərtərdə. Her olmuş. Dövlət başçısı kəndlə tanışdıqdan sonra burada ictimaiyyət nümayəndələri ilə görüşdü. Salamünaleyküm. Gözünüz aydın. Xoş qayıtmısınız öz doğma yurdunuza. Çok sağ olun. Nə hisslər keçirirsiniz? Çok güzel işler keçiririk müəllim. Bu günümüze şükür. İndi siz birinci bura köçənlərdənsiniz, amma bunun ardı gəlir. Şimdi bəlkə də bir neçə aydan sonra burada hər iki kənddə yəqin ki minlərlə insan yaşayacaq. Kəlbəcər şəhəri də böyük qayıdışın gerçəkləşdiyi yaşayış məntəqələri sırasındadır. Gəlmişik. Allah nəsib eləsin, burada yaşayaq, yaradaq və dövlətimizə, dövlətçiliyimizə şərəflə qulluq edək. Baxmısınız mənzillərinizə? Bəli, çox gözəl, dünya standartlarına uyğun olaraq tikilibdir. Çox xoşumuz gəldi. Böyük qayıdışın növbəti məntəqəsi. Kəlbəcərlilər öz doğma yurduvalarına qayıdır. Prezident İlham Əliyev evlərinin açarlarını onlara təqdim edəcək.
təhlükəsizliyimizin qaranti biz özümüzük. Dövlət, xalq və silahlı qüvvələrimiz. Ona görə əgər kiminsə ağlına, xəstə ağlına, Azərbaycana qarşı hər hansı bir təhribat törətmək gələrsə, məncə yenə də peşman olacaq. Kolataq kəndində son səliqə səhman işləri görülür. Vəngili kəndinin balaca sakinləri. Qonağımız olun. Mənim yoldaşım çox qonaqpərvər olur. Şəraitiniz necədir? Qane eləyir burada? Çox yaxşıdır, çox yaxşı avnam, çox yaxşı. Bundan gözəl nə olar? Və orada da son səliqə səhman işləri aparılır. Böyük qayıdış addım-addım gerçəkləşir. Kəlbəcər şəhərindən sonra Ağdərə rayonunun Vəngili və Kolataq kəndinin sakinləri də öz doğma yurd yuvalarına qayıdırlar. Prezident İlham Əliyevin iştirakı ilə. Bilirəm ki, Kolataq və Vəngli kəndlərinə keçmiş köçkünlər artıq 5 gün, 6 gün bundan əvvəl gəlmişlər. Xoş gəlmişsiniz. Burada sizin üçün çox gözəl şərait yaradılıb. Evlər hamısı təmirli, ev şəraiti, həyatyanı sahələr, su, bütün infrastruktur, hər şey var. Ən önəmlisi də gözəl təbiət və vətən torpağı. Təbrik edirəm. Hadrutun işğaldan azad olunması erməni ordusunda ciddi psixoloji gərginlik yaratdı. Çünki bir çox hərbi birləşmələrini burada cəmləşdirən Ermənistan tərəfi Hadrutu alınmaz qala hesab eləyirdi. Ancaq Azərbaycan ordusunun zəfər yürüşünü heç bir maneə dayandıra bilməzdi və bilmədi. Hadrut işğaldan azad olundu. Bu isə zəfərin zirvəsinə, Şuşaya doğru gedən yolun başlanğıcı idi. İndi Hadrut yenidən qurulur və sakinlərini qarşılayır. Hoş gəlmişsiniz, siz gələsiniz. Sağ olun, var olun. Sayənizdə cənab. Sağ olun. Yoldaşım, qızlarım. Sağ olun. Sağ olun. Buyurun, keçən içəridən. Ev şəraiti yaxşıdır. Şükür, əla. Hər şey yaxşıdır, hər şey qaydasındadır. Var olun. Allah canınızı sağ eləsin. Əlbəttə ki, bəli, çox gözəl, çox əla. Allah sizin canınızı sağ eləsin. Allah sizin o dəmir yumruğunuzu həmişə dəmir kimi eləsin. Sağ olun. Hazırda biz Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə doğru tələsirik. Bir qədər sonra Prezident İlham Əliyev burada Qırmızı Bazar və Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşəcək. Eyni zamanda
qəsəbədə görülmüş işlərlə tanış olacaq. Xocavənd rayonunun Sos kəndi də sakinlərini, ev sahiblərini qarşılayır. Artıq 46 nəfər, ümumilikdə 10 ailə öz doğma yurd yuvalarına qayıdıb. Gedək indi görək, ev budur. Buyurun. Neçə yaş var idi buradan çıxanda? Buradan çıxanda 24 yaşımız var idi. O vaxt döyüşürdük də, döyüşdəydik. Hə, döyüşdəydik. Birinci Qarabağ müharibəsində. Birinci Qarabağ müharibəsində bəli iştirak eləmişik. Hansı istiqamətlərdə döyüşürdük? Elə öz rayonumuzda Əmrallar Muğanına, əsas Əmrallar Muğanlı idi də. Hə, yəni orada döyüşmüşük. Məğlub olduq, baş aşağı gəzirdik. İndi dik gəzirik. Prezidentimizin sayəsində elimizə, obamıza, vətənimizə dönmüşük. O qədər sevinirəm ki, biraz da yüksəkdən danışıram. Deyirlər ki, yaman bərt danışırsan. Deyirəm ki, Ali Baş Komandanın, Ali Baş Komandanın əskəriyik biz. O nə tərii ki, dəmir yumruq deyir, belə göstərir. Biz də onun davamçılarıyıq da, biz də möhkəm danışmalıyıq. Səsimiz indi ucadan çıxmalıdır. Yavaşdan danışa bilmirəm. Böyük qayıdışın növbəti 3 məntəqəsinin sakinləri Prezident İlham Əliyev bu qayıdışın müəllifini öz doğma yurd yuvalarında qarşılayırlar. Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sus kəndinin sakinləri. Seydbəyli kəndində artıq 10 ev bərpa olunub, 9 ailə artıq kəndə qayıdıb və Prezident İlham Əliyev kəndlə tanışlığı çərçivəsində o ailələrdən birinin mənzilinə baş çəkəcək. Çok sağ olun. Tebrik ederim. Minnet. Sağ olun. Xocalıya gül-çiçək və yaşıllıq qayıdır. Gübrəsini də dibinə tökək. İndi son səliqə-səhman işlərinin aparıldığı Daşbulaq kəndi Xocalının digər bölgələri kimi, digər kəndləri kimi 2023-cü ilin sentyabrına qədər separatçıların nəzarətində idi. Həmin tarixdə həyata keçirilən Azərbaycan ordusunun uğurla həyata keçirdiyi 23 saatlıq lokal antiterror tədbirlərindən sonra isə bu ərazilər nəzarətimizə qayıtdı. İndi isə həyata qayıdır. Bu cür böyük qayıdış və böyük quruculuq işləri ilə. Badara kəndində Prezident İlham Əliyev bir mənzilə, bir ailəyə baş çəkdi, evdə görülmüş şəraitlə tanış oldu. İndi isə kənd sakinləri ilə
Badara, Daşbulaq, Seyidbəyli və Şuşa kəndinin sakinləri ilə görüşür. Bütün dünya bugün Azərbaycan haqqında danışır. Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən, öz doğma torpağı uğrunda vuruşan və qalib gələn ikinci ölkə yoxdur. Və indi nə vaxtsa olar, olmaz. Amma xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır. Bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir və eyni zamanda necə ki döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın. Hoş geldiniz. Sağ olun. Bir daha. Allah bir daha təmir yumruğumuzu gücləsin. Əgər lazım olsa yerində. O yerində olsa yerində. Lazım olsa yerində.